Yaylağa gedirik müəllimlərlə. Yükü ata vurmuşuq. Özümüz isə piyada keçirik. Qarşıdakı yaylağa getməliyik. Çayın o tayından 700-800 metr yuxarı. Bu Qarxundan Babadağa gedən yoldayıq. Xərxələnc yaylağına gedirik. Gəzintiyə, müəllimlərlə istirahətə. Həftənin bazar günüdür. Yarım saatlıq təxmini yolumuz var. Kənddən bir qədər uzaqlaşmışıq. Çayın içine girməyə devam edirik. Gedəcəyimiz son nöqtə isə təxminən buradır. Bu da bizim günümüz. Çaydan keçirik. Yaylağa gedərkən çayın içi dəfə keçməliyik. Daha bir dəfə qalıb. Daha bir dəfə keçilməlidir çay. Buralar da yaylaqlar. Bura Xərxələnc yaylağıdır. Gəlib çatmışıq. Burada heyvanlar otlayır, malqara. Burada isə bizim müəllimlərimiz çay dəmləyirlər, yemək pişirirlər. Bazar günü istirahətin dadını çıxarırıq. Burada isə dağlar artıq yaşıllaşmağa başlayıb. May ayının 19'udur. Arkadaki dağlarda biraz qar qalıb. Onlar da əriyəcək bir 10-15 günə. Bu isə dərən içidir. Çox gözəl bir mənzərəni maraqlı yerdəyik. Qırğın kebab gedir. Nə əməli? Gəlir. Bax da gör yaxşıdırlarsa pişmişlər, biz dadına baxdıq pişiblər. Pişiklər. Hə. Bax bir dənə başdakiləri yaxşı deyirlər. Onda dəyişik var. Gətirsə qazanı gətir. Şəklimi də çəkərsə də. Yağlaları çıkmışsın alın. Senin